Niels Bohr'dan mükəmməl cavab. Kral Akademiyasında müəllim tələbələrdən birinə fizikadan ən aşağı qiyməti vermək istəsə də, tələbə ən yüksək qiymətə layiq olduğunu iddia edirdi. Nə gözəl. Onlar üçüncü tərəfin Akademiyanın prezidenti Ernest Rutherfordun köməyindən istifadə etmək qərarına gəlirlər. Bu tələbə üçün gözlənilməz olur. Sual belə idi. Barometrin köməkliyi binanın hündürlüyünü necə ölçmək olar? Tələbə belə cavab vermişdi. Barometrlə dama qalxmaq, onu uzun kəndirlə aşağı sallamaq, daha sonra kəndiri ölçmək lazımdır. Kəndirin uzunluğu binanın hündürlüyünü bildirəcək. Tələbənin cavabı məntiqi cəhətdən doğru idi, lakin imtahan fizika fənninə idi və cavabın bu sahənin əlaqəsi yox idi. Rutherford tələbəyə bir daha cavab verməyə çalışmasını deyir. 6 dəqiqə vaxt verir və bildirir ki, cavab mütləq fizika ilə bağlı biliklərə əsaslanmalıdır. Vaxt tamam olandan sonra tələbənin vərəqi boş idi. Rutherford tələbədən təslim olub-olmadığını soruşur. Tələbə bir neçə cavab variantının olduğunu və ən yaxşısını seçməklə məşğul olduğunu deyir. Yeni cavab belə idi. Barometrlə binanın damına qalxmaq və onu aşağı atmaq lazımdır. Düşmə zamanını hesablayıb düsturdan istifadə edərək binanın hündürlüyünü təyin etmək olar. Rutherford həmkarından bu cavaba münasibətini soruşur. O isə məmnun qaldığını bildirir. Onlar tələbədən digər cavabları da səsləndirməsini xahiş edirlər. Tələbə cavab verir. Günəşdə havada küçəyə çıxmaq, barometrin və onun kölgəsinin hündürlüyünü, həmçinin binanın özünün kölgəsinin hündürlüyünü ölçmək mümkündür. Daha sonra heç də çətin olmayan sulardan istifadə edərək binanın əsl hündürlüyünü tapmaq olar. Pis deyil, Rutherford deyir. Başqa üsullar da mövcuddur. Bəli, çox sadə bir üsul var. Barometri əlinizə götürüb divara dayayaraq pilləkənlə qalxırsınız və qeydlər edirsiniz. Bu qeydlərin sayını hesablayıb onu barometrin ölçüsünə vursanız, binanın hündürlüyünü əldə edəcəksiniz. Nəhayət, deyə o sözünü yekunlaşdırır. Bütün üsullar sırasının ən sadə üsulu budur. Barometri özünüzə götürün, binanın üzərində şəxsi tapın və deyin. Cənab, mənim mükəmməl barometrim var. Mənə binanın hündürlüyünü desəniz, o sizindir. Bu zaman Rutherford tələbədən nəyə görə əvvəldən suala düzgün cavab vermədiyini soruşur. O, müəllimlərin və məktəblərdə, kolleclərin tələbələr standart fikirlər yükləməsini görməkdən həddən artıq usandığını bildirir. Həmin tələbə Danimarkalı fizik 22-ci ildə Nobel mükafatına layiq görülmüş Niels Bohr'dur. Maşallah. Niels bəy. Baxırıq 291-ci suala. Deyir ki, deməli, tələbə istədiyi qiyməti almağa nail olur. Biz bunu bilmirik. Əvvəlcə ona yaxşı qiymət yazmır deyə yüksək qiymət istəyir. Bu üçün axırda sadəcə suallara cavab verir. Daha biz bilmirik qiymət yazılar ona yoxsa yox. A ehtimal olunur. A ehtimal olunursa Y gedir, B gedir, A gedir. B-də. Tələbənin sualın ilk cavabı tamamilə yanlış olduğuna Rutherford ona bir neçə şans verir. Yanlış olmur, prosta riyaziyyata aid olur. Ona görə B yanlışdır. B yanlışdırsa, avtomatik cavabınız hazırdır deyir C variantı. C-də deyir, tələbə əvvəlcədən sual tələb olunan formada cavab verə bilərdi. Bəli, çünki o bilirdi. Prosta özü standart formadan qaçmaq istəyir. Tələbənin yaradıcı yanaşması fizika ilə məhdudlaşmır. Bu da düzdür. Mizahı da var qəşəng. Tələbə mübahisəyə üçüncü tərəfin qoşulacağını bilirdi. Bilmirdi. C variantı. Mətnin əsas hissəsindəki abzasların birinə aid ümumiləşmiş fikri müəyyən edin. Hansısa bir suala müxtəlif variantlarla cavab tapmaq olar. Deyim, məsələn, bu hissə var ha. De. Baba, bu hissə xülasəsi də A. Elə A variantıdır. Çünki orada deyir ki, bir sual müxtəlif variantıdır. Bir üsul deyir ki, pilləkənləri çıx, nə bilim, hesabla. Bir üsulda deyir ki, binanın kölgəsinin, nə bilim, barometrin kölgəsinin nisbətinə hesabla. Bir üsulda günəş çıxanda. Bir üsulda deyir ki, ip salla, tulla, nəminə. 3 dənə üsul deyir. Hər kəs öz fikrində haqlıdır. Bu ümumiyyətlə aid deyil. Bütün mübahisələr məsələlər sonunda öz həllini tapır, tapıb tapmadığını bilmirik. İki tərəfli mübahisələr həmişə üçüncü bir tərəfin köməyi ilə həll olunur. Həmişə fikrini aid edə bilmərik. Müəllim tələbə mübahisəsində tələbə həmişə haqlıdır. Xeyr, məsələn, siz haqsız olursunuz.
Cavab olur A variantı. Sonra 293. Mətnin çərçivə daxilində verilmiş sözün mətndəki mənasına uyğun nümunə. Fikirlərlə yükləmə əlbəttə ki, nədir? Məcazi. Ona görə fikirlərlə yükləmək, fikirlərlə doldurmaq da onun gücü çatmazdır. A uyğun deyil. Kisələri qumla doldurub. Burada yükləmək, doldurmaq mənasındadır. Amma kisəni qumla doldurmaq həqiqidir, olmur. Yük vurulması həqiqidir, olmur. Alma yığmaq həqiqidir, olmur. Deyək, yeni işçinin üzərinə o qədər iş qoymuşdular ki, yəni iş yükləmişdilər ki, məcazi Y variantı. Düzgün cavab. 294 tipi də çox düşən suallardan uşaqlar. Akademiyanın prezidenti Ernest Rutherford tələbəyə sual ünvanlayır. Nə səbəbə? Çünki o qiymətini düzəltmək istəyir. Bunun səbəbi məlumdur, bilin. Niels Bohr Nobel mükafatına layiq görülür. Axırda deyir Nobel mükafatına layiq görülüb, amma nə səbəbə bilmirik. Tələbənin cavabı məntiqi cəhətdən doğru olsa da qəbul edilmir. Nə səbəbə? Bunun səbəbi var axı, deyir riyaziyyatla bağlı olduğuna görə. Səbəbi var, məlum deyilə yazdığı üçün səhvdir. Tələbə sualın cavabını əvvəlcədən bilsən, suala düzgün cavab vermir. Nə səbəbə? Çünki o standart fikirlərdən qaçmaq istəyir. Bunun da səbəbi var. Kral Akademiyasının prezidenti fizik idi. Nə səbəbə fizik idi? Onu deyə bilməliyik. Axı səbəbi məlum deyil. Məlum deyil yazılmaz düzdür. 1 ilə 5. Y variantı. $295. Uyğunsuz dost deyir. İrəli sürülən ideal giriş düzdür. Qiymətlə bağlı irəli sürülən iddiaydı. Bir düzdür C. A getdi. İlk fikir ayrılığı əsas hissə. İlk fikir ayrılığı elə girişdə başlayır da, qiymətdə fikir ayrılığı. Ona görə giriş. Sonra, maraq doğuran şər. Maraq doğuran şər nəticədə əsasdadır. Orada deyirik, bu qədər üsullar deyir. Axırda deyirlər, niyə birincidən demirdin bunu? 2 ilə 3-dür cavab, B variantı. 4 düzdür, müxtəlif izahlar, hansı ki o dediyi filan şey izah edir ki, bəs buna görə barometrin, nə bilim, kölgəsini ölç, nə bilim, ip tulla salla bunlar. Dəyərləndirilən fəaliyyətdə Nobel mükafatı ilə dəyərləndirilir. O da nəticəyə aiddir, düzdür. İlk fikir ayrılığı girişdədir, maraq doğuran şərh əsasdadır. Ona görə 2 ilə 3. Bu da belə uşaqlar. Gəldik, çıxdıq 296-ya. İfadələr. Uzun kəndir. Yüksək qiymət həqiqidir. Orada uşaqlar yüksək məcazidir. Qiymət həqiqidir. Uzun həqiqidir. Sadə də həqiqidir. Altına xətt çəkilənlər. Üçü də həqiqidir. Yəni üçü də nədir? İnformativ. Şuna da yazsan informativ. Poetikdə işlətsəm qiymət sözünü, mən deyə bilərəm ki, sən mənim hələ qiymətimi bilmirsən, sən mənim sözlərimin qiymətini bilmirsən. İkinci söz uzun idi desən, uzun ip. Məsələn, deyə bilərəm ki, bu çox uzun işdir, bu çox uzun problemdir. Belə yazmaq olar. Üçüncünü poetikdə işlətsək, orada sadə sözüdür. Məsələn, deyirəm ki, o çox sadə qızdır. O çox sadə oğlandır. O çox sadə dostdur. Belə deyə bilərik. İnsanların qiyməti varlı olanda bilinər. Onun ömrü uzundur. O sadə insandır. Uzun ömür. Olar məncə. Hı-hı. 297-də. Şans verir Kim Rutherford.
Çünki ona 6 dəqiqədə vaxt veririk ki, fikirləşsin. Deyir, tapır, riyazi cəhətdən tapır. Amma fizika ilə bağlı cavab verməsi üçün 6 dəqiqə vaxt verir. Onun olur şansı. Əsas götürülür nə? Deməli, fizika. Çünki o deyir ki, sən fizika ilə cavablandırmalısan cavablarını, barometrlə yox. Fizikaya aid qərar verməlisən də. Yəni, cavabın riyaziyyata aid olmalı deyil, fizika ilə bağlı elmi əsaslandırma olmalıdır. Rezerford şans verir 6 dəqiqə məsələsi dediyimiz kimi. Fizika əsas götürülür. Nəyə görə? Fizika elmini əsaslandırmaq məsələsinə görə. 298. Mətndəki təhsil müəssisəsinin üstün cəhəti. Hə, bəlkə var da bu sual dəli oldum. Üstün cəhəti odur ki, məsələn, tələbə fikri biliyinin təkrar qiymətləndirməsini tələb edəndə ona şərait yaradılır. Biliyini qiymətləndirilə bilir. Öz biliyinin qiymətləndirməsi, yəni necə deyim, qiymətindən narazılığını ifadə edə bilir. Mənfi cəhəti odur ki, orada biz Nilsin dilindən eşidirik. Deyir ki, mən standart fikirlərdən qaçmaq istəyirəm. Yəni, mənfi cəhəti ondan ibarətdir ki, mətn çox standart üsullarla öyrətməkdir. Ənənəvi üsullardan istifadə edir, standart formalardan istifadə edir. Üstün cəhət odur ki, tələbə dinlənilir, tələbənin fikri əsas götürülür. Bu belə. 299. Köhnə ənənələrlə razılaşmamaq yaradıcı təfəkkürün göstəricisi deyimini mətndən təsdiq etmək olar. Çünki Nilsin ifadəsi ilə. Çünki tələbə vardı, o Nilsin yaradıcı təfəkkürü çox yüksək idi. O köhnə ənənələrlə razılaşmırdı. Tələbələri standart fikirlərin yüklənməsini istəmirdi. Və ona görə də sualın düzgün cavabını bilsə də ona standart cavab vermir. Yəni, bir dənə cavab vermir və axırda da nə olur? Görürsünüz, o boyda Nobel mükafatının qalibi olur da, yəni Nobel mükafatına layiq görülür. Niels Bohr belə yazmalı idiniz. Sonra nə deyir? Deyir, tünd qara hərflə nəsə yazdım. Ədalətsizlik ömür sürür nədir? 2 nədir? Bu nədir? Tünd qara hərflə verilən söz yüksəkdir. Burada yüksək qiymətdir. Sən yüksəyi fərqli mənada işlətməlisən. Yüksək qiymət burada sən fərqli mənada yaza bilirsən. Yüksək dağ. Suyun yüksək səviyyəsi. Yüksək yer. Çünki mətndə dediyim kimi yüksək qiymət yüksək məcazidir. Amma yüksək yer, yüksək dağ, bu cür nə olacaq? Həqiqi olacaq. Elə bunu yaza bilərsiniz deyə düşünürəm. Ümid edirəm, elə yazmışsınız. Su yüksək temperaturda qaynayır. Bildim 8-in cavabından yazdım. 8-in cavabını hələ indi yazsam. Hə, ədalətsizlik ömür sürür yox. Ədalətsizlik hökm sürür olar. Ömür sürür nədə bala? Su yüksək temperaturda qaynayır. Olar. Bu mətndə belə.